Yəni Pezeşkiyanın dediklərinin mən hesab edirəm ki, hansısa bir şəkildə bizim əleyhinə olması və yaxud da ki, bizim hansısa bir məqamla razılaşmamağımız kimi şey yoxdur. Bəli, biz də hesab edirəm Ermənistanla sülh müqaviləsini imzalamaq, bir-birimizin ərazi bütövlüyünü, suverenliyini müdafiə etmək, qorumaq kimi beynəlxalq hüququn prinsiplərinə sadiqik. Sadəcə olaraq Zəngəzur dəhlizinin açılması məsələsində yenə də bu nə İran tərəfindən, nə Ermənistan tərəfindən, nə də başqa bir dünya ictimaiyyəti tərəfindən Ermənistanın ərazilərinin hansısa şəkildə suverenliyinin məhdudlaşdırılması kimi başa düşülməməlidir, anlaşılmamalıdır. O ki, qaldı İran-Azərbaycan münasibətlərini biz Ermənistandan keçəcək Zəngəzur dəhlizi ilə şərtləndirməməliyik. Yəni İran-Azərbaycan münasibətləri bir istiqamətdir, Azərbaycan-Ermənistan münasibətləri digər istiqamətdir. Əlbəttə. Yəni bu iki qonşu ölkədir. İndi Ermənistan işğalçılıq siyasətinin nəticəsində hansı vəziyyətə düşübsə, o başqa söhbətin mövzusudur. Ancaq biz Azərbaycan-İran münasibətlərini mən hesab edirəm ki, xüsusilə də İran tərəfindən başqa münasibətlərlə şərtləndirilməməsi lazımdır. Çünki biz onsuz da qardaş iki mehriban qonşu ölkələrik, əsrlər boyu yaşamışıq. İranda nə qədər Azərbaycanlı yaşayır, soydaşlarımız yaşayır. Bəli. Dilimiz bir, dinimiz bir, hamısı Azərbaycana mədəni olaraq, humanitar olaraq, qohum, əqrəba olaraq bağlıdır. Elə İran prezidenti özü də vurğuladı ki, biz sərhədin o bir tay, bu bir tay insanlar qohumdur. Bəli, bizim Gürcüstanda da 500 minə yaxın soydaşlarımız var, Rusiyanın şimal. Yəni bütün Azərbaycanlılar böyük arealda yaşayır və buna görə biz bütün hamı ilə dostluq münasibətlərimizi qurmaq istəyirik, mehriban qonşuluq münasibətlərini qurmaq